Özünə məxsus qoxusu, dadı ilə fərqlənən kofe illərdir insanların sevimli içkilərindən birinə çevrilibdir. Ölkəmizdə də günü-gündən artan kofe shoplar buna bariz nümunədir. Bəs kofeyə olan tələbatdır, yoxsa maraq? Eləsi var, yəqin ki, tələbatı var. Eləsi var ki, ola bilər ki, bəlkə kiməsə baxır, onu eləyir. Nə bilim valla. Kofe, yəni motivasiya vermək üçün içmək olar da. Məncə bu tələbatdır, bəli. Sadəcə hazırda trend olaraq düşünürəm, amma tələbat da var və yaradılıbdır demək olar. Çünki 5-10 il əvvələ baxsaq Azərbaycanda bu qədər kofe istehlakı yox idi. Əslində içən deyiləm o qədər də, amma dəb olduğunu daha çox düşünürəm. Məncə dəb olar. Məncə əgər kofe shoplara çoxalırsa, denəmə tələbat daha da çoxdur. Həm də yəni artıq çay bəsit gəldiyinə görə insanlar yeni fərqli bir şey axtardığına görə də ola bilər. Nəzərə alsaq ki, Azərbaycanlı olaraq sevdiyimiz içki qədimdən çay olubdur. Bəs indi necə? Artan kofe shoplar çaya olan tələbatı azaldıb? Əvvəllər ümumiyyətcə çaya meyilli idi. Bizim millət ümumiyyətcə çayxor millətdir, yəni çay içən millətdir. Bu axır vaxtlar kofelər moda minəndən sonra, yəni nə qədər moda minsə yenə bu çayımız Allaha şükür gedir. Azərbaycan çayından da ki heç harda yoxdur. Əsasən gənclərin sevimli içkisi olan kofelerin orqanizmdə hansı xəstəliklərə səbəb olur? Dozasını artırdığımız zaman burada xüsusən də ürək qan damar sisteminə ciddi təsir göstərərək ürək ritminə təsir göstərər, aritmiya yarada bilər, arterial təzyiqi yüksəldə bilər. Eyni zamanda bizim yuxu rejimimizə də ciddi təsir göstərərək psixologiyanın pozulmasına, hətta bəzi xəstələrin ağır depressiyona, bəzilərinin manik hala qədər gətirib çıxarda bilər. Bəli, bunlar kofelerin insan orqanizmi üçün zərərli yönləridir. Təbii olaraq ki, xeyirli yönləri də var. Normal dozada, normal miqdarda istifadə olunduğu zaman əslində ürək qan damar sistemi üzərində müsbət təsir göstərdiyini göstərən çalışmalar var. Eyni zamanda metabolizməni sürətləndirib insanların daha rahat çəki verməsinə gətirib çıxardır. Əhval-ruhiyyəni daha yaxşılaşdırır. Məşhur deyimdə deyildiyi kimi, inci bir saflıq olsa da suda, çox içəndə dərd verir o da. Bəli, hər şeyi qədərində etmək lazım.